Salam əziz izləyicilər, sizə Kenquru Riyaziyyat Olimpiyadasında düşə biləcək bir sualı izah etmək istəyərdim. Yarışmada 3 zebra yarışır. Qalib üzərində ən çox zolaq olan zebra olacaq. Runanın 15 zolağı var. Zaranın zolaqları Runadan 3 ədəd çoxdur. Runanın zolaqları Bibadan 5 ədəd azdır. Qalib olan zebranın neçə zolağı var? Əvvəlcə bizə şərtdə deyildi ki, yarışmada 3 zebra var və qalib üzərində ən çox zolaq olan zebra olacaq. Runanın 15 zolağı var. Qeyd etməliyik. Deməli, Runanın ancaq baş hərfini yazırıq. Runanın 15 zolağı var. Zaranın zolaqları Runadan 3 ədəd çoxdur. Zaranın zolaqları Runada 15 idi. Zaranın zolaqları da Runadan 3 ədəd çox olduğu üçün 15-in üzərinə 3 əlavə edəcək. Edəcək 18. Deməli, Zaranın zolaqları 18 ədəddir. Runanın zolaqları Bibadan 5 ədəd azdır. Bibanı burada qeyd edirik. Runanın 15 zolağı varsa və Runanın zolağı Bibadan 5 ədəd azdırsa, deməli, Bibanın zolaqlarının sayı Runanın zolaqlarının sayından 5 ədəd çoxdur deməkdir. Yəni, 15-in üzərinə 5 gələcək, bərabərdir 20. Deməli, burada deyilir ki, Bibanın zolaqları, yəni 5 ədəd çoxdur Runanın zolaqlarından. Buna görə də 20, həqiqətən də 15-dən 5 ədəd çoxdur. Yəni 5 vahid çoxdur. Ona görə də bizdən soruşur ki, qalib olan zebranın neçə zolağı var? Biz əvvəlcə şərtdə bildirmişdik ki, qalib üzərində ən çox zolaq olan zebra olacaq. Ən çox üzərində zolaq olan zebra isə 20 ədəddir və deməli, qalib olan zebra Bibadır. Cavabımız da 20-dir. Cavab C variantı.